Salam, xoş gördük hepinizi. Buyurun. Kimyəvi tarazı və ona təsir amillər. Mövzudan olan suallarınıza baxacağıq. Verin nömrələri. 5'e qədər var sualınız? 5'e qədər var sualınız? 10'a qədər var sualınız? 7. Baxın 7-ci suala. Bir hansı reaksiya təzyiqin artırılması tarazlığı sağ tərəfə yönəldir? Ümumi olaraq belə bir xatırlatma edək. Təzyiq artanda demişdik V-nin az olduğu tərəfə gedir. Təzyiq azalanda V-nin çox olduğu tərəfə gedir. Bizə deyir təzyiq artırılır. Yəni biz bu hala baxacağıq. V dediyimdə maddə miqdarıdır. Söhbət də qazlardan gedir. O zaman gəl hər bir veriləndə qaza baxaq. Burada 1 mol qaz var, 3 mol qaz var. Cəmi neçə həcm qaz var burada? 4 həcm qaz var əvvəldə. Bəs məhsulda neçə həcm qaz var? 2 həcm. O zaman sağa mı gedər, sola mı gedər? Aza tərəf gedir. Yəni hara gedər? Sağa. İkincidə 2 burada, 2 burada. Buna təzyiq təsir eləmir. Əgər solda 2 mol qaz varsa, sağda da 2 mol qaz varsa təzyiq təsir eləmir. Gəlin, burada neçə həcm qaz var? 3. Məhsulda neçə həcm qaz var? 2. Yenə də sağa gedər, məhsula tərəf gedər. Burada bəlkə nəzərə almırıq. Neçə həcm qaz var? 1 həcm. Burada neçə həcm qaz var? 1 həcm. Elə buna da təsir eləmir. Sağa getmək istəyirsə 1, 3 cavab deməlidir. Növbəti sual. 10'a qədər var başqa sualınız? 15'e qədər. Var 15'e qədər sualınız? 20'ye qədər. Buyurun növbəti sualınızı deyin. 19. 19-cu sualda bizə sürət zaman əlaqəsini verir. Reaksiya X tane Y reaksiya salır. Nə alıbdı bizdə? X-Y alıb. Uşaqlar, burada məsələ nədir? Burada məsələ belədir ki, burada X üstəgəl Y birləşmə reaksiyasıdır. Yəni düzünə reaksiya nədir? Birləşmə reaksiyasıdır. Elə o bizə bir X-Y verir. Bu istiqamət əksinə reaksiyadır. O isə parçalanma reaksiyasıdır. Nədir bana? Parçalanma reaksiyası əli safa aydındır. Parçalanma reaksiyası budur, bu da birləşmə reaksiyası. Yəni düzünə birləşmə reaksiyasıdır, əksinə isə parçalanma reaksiyası. Biz bilirik ki, düzdə gedən reaksiyanın sürəti zaman keçdikcə azalır, əksinə gedən reaksiyanın sürəti zaman keçdikcə artır. Yəni əgər səndən düzdə reaksiya sürəti istəyirsə, bu düzdə reaksiya sürətidir. V nədir? Düzünə. Bir dənə qrafik çəkirəm, o əksinə gedən reaksiya. Əksinə gedən reaksiya sürəti bu belədir. V əks. Bir müddət sonra, xüsusən də tarazlıq anında sürətlər nə olur? Bərabərləşir. Yəni bu ikisini birləşdirsən belə bir şey yaranır. Baba belə bir şey yaranır. Və əks. Bu an tarazlıq anıdır. Bu an nə anıdır? Tarazlıq anıdır. Bundan sonra V düz bərabər olur nəyə? V əksə. O zaman sənə düzünə reaksiyanın sürət ərisin istəsən, o zaman bu ayrıdır, bu ayrı. Bu ayrı düzünənindir. Əksinəni istəsən, əksinə isə bu ayrıdır. Yəni əgər səndən birləşmə istəyirsə, birləşmə demək, düzdə deməkdir. Budur, bax bu. 1 və 2'ni götür. Arkada cevabı 1 verir bə. Düz vermir. 1 və 2'ni götürməlisən. 1 və 2'ni götürməlisən. Düz verir bu cevabı. Əksinə desək 3'ü götürməlisən. Əksinə desək 3 və 2'ni götürərdi. Çünki bu 2 hissə ikisində ortaqdır. 2 olan hissə ikisində nədir? Çünki həmin hissədə düzdə və əksinə reaksiya sürəti nə olur? Bərabərləşir. Əgər desəydik tarazlıq anına qədər, nə desəydik? O zaman düzünə ancaq 1'i götürərdim, əksinə ancaq 3'ü götürərdim. Bu tarazlıq anına qədər demir ki, ümumi olaraq deyil, elə? Ümumi olaraq deyilsə 1-2 götürürəm. Sonra, bunun cevabını 1 verir, düz vermiyor. 1-2 olmalıdır. Sonra, bu yanaşmaya görə 1-2 olmalıdır. Sonra, neçəyə baxaq? 21. Bizə bir reaksiya verir. Tarazlığı sola yönləndirmək lazımdır. Sol yəni başlanğıc. Sol yəni nə? Başlanğıca tərəf yönəltmək lazımdır. Hansı maddə əlavə etmək lazımdır? Ümumiyyətlə, məsələn, mən başqa bir nümunə yazım sizin üçün. N2 plus 3H2 alınır nə? 2NH3. Yəni qabın içində azot var, hidrogen var, bir də NH3 var. Mən bu qaba bunlardan hansını töküm? Əli sabah, de görüm, hansını töküm? Məsələn, bu qaba azot töksən. Bu qaba azot tökən kimi azotun miqdarı nə olur? Artır. Sistem istəyir azotu eləsin, azaltsın. Azotu azaltma o demək ki, reaksiya düzünə gedər. Yəni azotun birləşib yox olduğu istiqamət. Aydındır? Burada da başlanğıca əgər aparmaq istəyirəm ki, ya məhsul tökməliyəm qaba. Nə tökməliyəm?
məhsullardan birini, ya bu mürəkkəb efiri, ya bu suyu tökməliyəm, ya da ki, başlanğıc maddələri azaltmalıyam. Bu azaltmaq mı istəyir, yoxsa əlavə etmək mi istəyir? Əgər əlavə etməkdən söhbət gedirsə, məhsullardan birini əlavə etməlisən. Məhsullardan birini, hansı cavab deməlidir. Yəni bu qaba su töksən, reaksiya əvvələ, yəni başlanğıca tərəf gedəcək. Çünki sən su tökdüyün üçün o istəyəcək sistem suyu azaltsın, suyu necə azalda bilər? Suyu bununla reaksiya salıb başlanğıc maddəni verməkdir. Aydındır? Sonra. Neçəyə baxaq? 22 də bundandır. Sonra? Neçəyə baxaq? 30'a qədər var mı sual? 29'a qədər var mı? Yoxdur, 29'a baxaq. 29'da bizə bir reaksiya verib, dönən reaksiyadır düzünə plus Q, yəni eksotermikdə, o zaman əksinə nə olacaq? Endotermik olacaq. Katalizator iştirakı ilə gedib reaksiya, çünki fikir ver, oxların üzərində yazıb, vanadium 5 oksid, B2O5. Deməli, bu katalizatordur. Temperaturla gedibdir, bura müsbət Q isə bu tərəf nə olur? Mənfi Q. Eyni zamanda SO3-ün əmələ gəlmə, SO3 əmələ gəlib də burada. Deyir, sulfat turşusunun alınma mərhələlərindən biridir. Biz sulfat turşusu mövzusunu gələcəkdə keçəcəyik. Bəli, sulfat turşusunun alınma mərhələlərindən biridir. Sulfat turşusunu kontakt alınan bir üsulla alırlar. Əvvəlcə şükürdün təbii birləşmələri. Məsələn, perimesikini. Perimesikini yandırıb ondan SO2 alırlar. Sonra SO2-ni oksidləşdirib SO3 alırlar. Sonra SO3-dən də H2SO4 alırlar. H2SO4-ün məhdudunu dururlar SO3-ü, sonra su tökürlər üzərinə. Bunun üzərinə birbaşa su gəlib sulfat almırlar. Çünki arzu olunmaz sulfat turşusu buludu, dumanı əmələ gəlir ona görə. Aydındır, dəxli yoxdur. Bu mərhələlərdən biridirmi bu? Bəli, biridir. Katalitik reaksiyadır mı? Bəli, bu vanadium 5 oksid burada katalizatordur. Deyir, temperatur artdıqda tarazlıq reaksiya məhsullarının alınması istiqamətidir. Ümumiyyətlə, temperatur artanda mənfi Q-yə tərəf gedir. Nəyə tərəf gedir? Çünki sən sistemi qızdırırsan, o istəyir sistemi soyutsun. Mənfi Q hansı tərəfdir? Sola. Məhsula yox, başlanğıca. Bu isə deyir məhsula. Deməli, səhv deyir. Bizdən doğru mu istəyir, səhv mi, yanlış mı istəyir? Doğru istəyirsə 1-2. Yanlış istəsəydik, yalnız üst götürərdik. Tam başa düşdün nə mi? Dəqiq. 100%. Növbəti sualımız. Deyin görün. 40'a qədər var sualımız. 32. 32. Bu sistemdə həcm artıb yoxsa azalıb? Birinci həcmlə ikinci həcmi müqayisə ilə. Həcm nə olur? Deməli, həcmin artmalı, təzyiqin nə olması deməkdir? Təzyiq azalığında V'nin nə olduğu tərəfə gedirdi? Çox olduğu tərəfə. V'nin nə olduğu tərəfə? Çox olduğu tərəfə. Düzdür yoxsa yox? O zaman baxaq. Bəlkə nəzərə alma. Neçə həcm qaz var? 1 həcm. Neçə həcm qaz var? 2 həcm. Çox olan tərəfə gedir də dedik. Yəni sağa gedəcək. Düzünə gedəcək. 2 həcm qaz solda var, 2 həcm qaz sağda var. Buna təsir etmir. Burada neçə həcm qaz var? 3 həcm qaz solda, 2 həcm qaz sağda. Çox olan sola gedəcək. 2 burada, 2 burada. Təsir eləmir. Bəlkə nəzərə alma. Bir burada, bir burada. Təsir eləmir. Sağa mı istəyirdi, sola mı istəyirdi? Başlanğıca istəyir. Sola, yəni C bəndi. Aydındır? Çətin deyil ki. Devam edək. Devam edək biraz sürətli. 39'a qədər var sualınız. Yoxsa o zaman 39'a baxalım. Buna aid bir sual işləmişdik biz əslində. Elədir. Demişdik ki, bu eyni sual da əslində başqa formada salınıbdır. Bu birləşmə reaksiyasıdır. Bu nədir uşaqlar? Birləşmə həm də düzünə. Həm də nədir? Düzünə. Bu isə parçalanma. Bu isə parçalanma və yaxud da əksinə. Elədir. Düzünə reaksiya 1 və 2 idi. Əksinə reaksiya 3 və 2 idi. 2 deyir kimyəvi tarazlıq halını ifadə edir. Bəli, kimyəvi tarazlıq halında düzünə və əksinə ilə reaksiya sürətləri bərabər olur. Bu düzünədir. Bu V düzünədir. Bu V əksdir. Burada isə bu tarazlıq halından sonraki halda V düz nəyə bərabər olur? O zaman bu birinci fikir doğru fikirdir. 2 tarazlıq halını ifadə edir. Bir əyrisin parçalanma reaksiya sürətinin zamanla hansını ifadə edir? Birləşmə. Bir parçalanma deyil axı. Bir birləşmədir axı. Düzünədir. Bir düzünədir. Düzünə reaksiya nədir bizdə? O zaman bu yalan danışır. 3 əyrisi parçalanma reaksiyasıdır. Bəli. 3 əyrisi dediyimiz bu 3 əksinə reaksiyadır. Əksinə də parçalanmadır. O zaman bu da doğrudur. Doğruları mı istəyir, yanlışları mı istəyir?
Bunun bir dördüncü fikri var idi, yoksa yok idi? 3 tane idi. O zaman cevabımız 1-3. 1-3 yeməli. Sonra 43'e kadar var sualımız. Baxın 43'e. Bizə bir grafik verir, qatlılığın zamandan asılıdır. Burada biz reaksiyaya girən və alınan maddələri nə edə bilərik? Müəyyənləşdirə bilərik. Bildiyiniz kimi reaksiyaya girən maddələr zaman keçdikcə azalır, məhsulsa sıfırdan başlayaraq artır. Burada bizim x'imiz məhsuldur, z'imiz və y'imiz başlanğıc maddədir. Deməli z ilə y reaksiyaya girib nəyi verir bizə? X'i verib, özü də dönən reaksiyadır. Niyə dönəndir? Çünki bir müddət sonra nə yarandı? Tabir alınan sonra tarazlıq halı yaranır. Bir tabir anında reaksiya tarazlıqdadır. Bəli, görürük. Baxın bəşin. Düzdür. Tarazlıq anında z'in qatlığı x və y'nin qatlığından çoxdur. Z bax yuxarıdadır da fikir verirsən. Bax, z'in qatlığı x və y'dən çoxdur. Düzdür. Y reaksiya məhsuludur. Axı Y məhsul deyil. Y başlanğıc maddədir. Fikir ver, zaman keçsə azalır. Bizdən doğru mu istəyir, yanlış mı istəyir? Doğru istəyirsə 1-2 cavab Y variantı. Davam edək. 5. Deməli, mən bunu özüm təsvir edəcəm. İştirsən, mən bunu özüm təsvir edəcəm. Deməli, burada hidrogen və oksigen reaksiyaya girir, xlor və su alınır. Xlor və nə alınır? Su alınır. Bu bəndləri biz nəzərdən keçirdikdə, bütün hallarda qabda xlorun nə olduğunu görürük. Xlorun bunlardan çox olduğunu görürük. Amma normalda əgər bunlar reaksiyaya giribsə, xlor alınıbsa, yəni əlavə xlor qaba tökülməyibsə, bu hal mümkün deyil. Deyək ki, bu eləyib də bunu. Normalda bu hallar mümkün, yəni xlor bunlardan çox olsun mümkündür. Çünki bu 4 gedəndə xlor neçə alınır? 2. Bu 1 gedəndə bu neçə alınır? 2. Əgər xlor və suyun alınması eynidirsə, onların miqdarları eyni olmalıdır. Amma fikirdə xlorid sudan nə də yazıldı? Çox yazıldı. O zaman mən düşünürəm ki, əvvəldən qabda yəqin xlor var imişdə. Bax, normalda bax bu 4-dən bu 4 girəndə, bu 1 girəndə, bunlar ikisidə neçə alınır? Əgər ikisidə 2 alınırsa, onların miqdarları da gənə eyni olardı axı. Anladın mı? Sən də, mən də bir yerdə işləyirik, ikimiz də 500 manat maaş alırıq. Ayın sonunda ikimizin də nə qədər maaşı olmalıdır? Yox, iki sənin, mənim 500. Olar mı səndə olsun 1200, məndə 500? Əgər səndə 1200 manat pul varsa, deməli əvvəldən 700'ün var imiş də sənin. O zaman bu qabda əvvəldən xlor varmış, yoxsa hidrogen suyun və xlorun gərək xətti eyni olardı. Anladın mı? Başa düşdün? Belə çobud istəyirsən göstərim sənə. Çobud neyini? Göstərim sənə. S zaman. Məsələn, deyək ki, bizim H xlorumuz 8 idi. Neçə idi? 8 idi. 4 xərclədi. Nə qədər xərclədi? Düşdü neçəyə? 4. Bu bizim H xlorumuzdur. Nəyimizdir? H xlorumuz. Nə qədər xərclədi? 4 xərclədi. Oksigenimiz deyək. Oksigenimiz 7 idi. Neçə idi? 7 idi. Düşdü neçələ? Düşdü neçəyə? Neçə xərcləyib oksigen? 1. Düşdü 6'ya. Neçəyə düşdü? 6'ya düşdü. Bu bizim nəyimizdir? Deyək. Oksigenimizdir. Bunlar neçə əmələ gəlir onlar? 2. Deməli o zaman bizim sıfırdan 2'ye qalxacaq. Həm xlorumuz, həm də nəyimiz, həm də suyumuz da. İkisi də olacaq neçə? 2. Anladın mı məntiq nə demək istəyirəm? Çünki burada xlor və su eyni əmələ gəlməli idi. Amma eyni əmələ gəlməyib. Niyə? Yəni onda əvvəldən xlor varmışsa, çünki fikir verir, xlor da yuxarıdadır. Nəysə, işim ondadır. Deyək ki, elə belədir. Bu deyəndir. Nədir? Elə bu deyən haldır. Yəni bir sözlə. Bu mənim xlorumdur. Bu mənim suyumun xəttidir. Bu mənim H xlorumun xəttidir. Bu da mənim oksigenimin xəttidir. Elə? Deyək belə olub da, vəziyyət budur. Tarazlıq halını göstərir mənə. Əvvəlindən xəbərim yoxdur. Necə olubsa bunlar tarazlaşıblar. İndi bu qaba nə tökür? De görmərəm mənə. Vüqar. Bu qaba nə əlavə edir? Bir də oxu bu sistemə nə tökübdür bu? Bu qaba H xlor tökən kimi ani olaraq hidrogen H xlor miqdarı artmalıdır yoxsa yox? Ani olaraq artmalıdır. Sonra yox, sabit hələmi qalır. Bu H xlor artandan sonra sistemə H xlor tökdüyün üçün, H xlor artdığı üçün bu sistem H xlor nə etmək istəyir? Azaltmaq nə deməkdir? H xlor oksigen reaksiya salmaq. Reaksiya hansı tərəfə gedəcək? Yəni H xlor və oksigen sərf olunacaq, xlorla su nə edəcək? Əmələ gələcək. Deməli, xlorla su başlayacaq nə etməyə? Artmağa, təzədən tarazlıq yaranacaq. H xlorlansa oksigen nə edəcək?
azalacaq çünki o reaksiya girirlər axı. Sonra təzədən nə yarandı? Təzə tarazlıq yarandı. Anladın? Təqribən belə bir şey olmalıdır. Xlor artmalıdır, su artmalıdır. H-xlor artdıqdan sonra azalmalıdır, oksigen də ümumiyyətlə azalmalıdır. Hansı bənddir o? D variantda o şöyle. Sıfırdan başlamadı ki bu reaksiya. Bu proses gedibdir, sonra təzədən nəsə edib. Sistem tarazlıqdaymış, təzədən qaba H-xlor töküb. Təzədən tökəndə üçün məhsullar sıfırdan başlamır axı. Var idi. Sən 2 ay işləmirsən, cibində 1000 manat pulun var, təzədən maaş alırsan. Ya təzədən, müəyyən bir qiymətdən sonra. Bir başlamısan iş görür. Növbəti sual. Neçəyə baxaq? 9-a qədər var sualımız. Baxın bu 46 da bundandır. 49-a baxaq. Deməli 49-da bizə bir qrafik verib, hansı ki o qrafikdən başa düşməliyik ki, reaksiya girən nədir, reaksiya nəticəsində alınan nədir. Mən bu qrafiki zaten ehtiyac yoxdur, bu aşağıda verib. Reaksiya girən nədir? X-lə Y reaksiya girir, Z-dən də T alınır. İndi biz bu təmin əmsalları da bildik də. Biz bunun tarazı sabitini hesablamaq istəsəydik, necə bir yol gedərdik? KT nəyə bərabərdir? Məhsulların tarazlı qatlığı, yəni C, Z vurulsun, C, T bölünsün, başlanğıc maddələrin tarazı. Bu C. Bundan razısınız da. Al. İndi bu Z-nin və T-nin tarazlı qatlığı nədir uşaqlar? M. Deməli M vurulsun, M bölünsün nəyə? N vurulsun, N-ə bu da olur M-in kvadratı bölünsün, N-in kvadratı. Bir tərəfdən də görürəm ki, M, N-dən nədir? Böyükdür. Əgər M, N-dən böyüksə, o zaman bu ifadə də 1-dən böyükdür. Bu ifadə də nədən böyükdür? 1-dən. Əgər KT 1-dən böyüksə, reaksiya hansı tərəfə gedir? Sağa tərəf yönəlir. Bildinizdə tarazlığın yerləşməsi sağa yönəlir. Gələk baxaq görək bura. Deyir ki, katalizasiya işləkdə, deməli, reaksiya üçün müəyyən temperaturda qatılıq zaman qrafikləri vermişdir. Bu reaksiyanın həmin temperatur tarzı sabitin qiyməti ilə bağlı söhbət KT-nin qiymətindən gedir. Katalizator iştirak etdi, dəyişmir, düz deyir. Katalizatorun tarazlığa təsiri yoxdur. Tarazı sabitin qiyməti qatılıqdan asılı deyil, katalizatordan asılı deyil, nədən asılıdır? Temperaturdan asılı deyil, bir də maddələrin təbiətindən asılı olan şeydir bu. Aydındır? Dəyişmir, düz deyil. Birdən böyükdür deyir. Bəli, birdən böyükdür. Birdən istədiyi yalandır. Cavab olacaq 1-2 A. Kim bunu düz yazmışdı? Düz yazan var idi bunu? Yox, devam edək. Rahat ol, rahat ol. Sonra? Baxa bilərik. Bunlar başa düşürsünüz də rahat. Çətin gəlmir? 53. Hansı qrafiklər izomerləşmə prosesini əks etdirmir? Birincisi, izomerləşmə prosesini biz 101 kimyada, üzv maddələri falan keçəndə öyrənəcəyik. İzomerləşmə prosesində bir maddə başqa bir maddəyə çevrilmir. Eyni maddə quruluşunu dəyişir. Nəyin dəyişir? Deyək ki, biz C4H10 götürmüşük. Alüminium xlorisin katalitik iştirakı ilə bu yenə C4H10'a çevrilir. Deyəsin, mənim nə fərq oldu ki? Fərq budur ki, bu belə açıq zəncirli idi deyək. Nə idi? Açıq zəncirli idi. Çevrildi oldu belə şaxəli. Nə oldu? Şaxəli. Yəni eyni maddənin heç bir dəyişikliyi yoxdur. Sadəcə olaraq açıq zəncirli idi. Şaxəsiz idi, oldu şaxəli. Aydındır? Yəni bu 1 mol giribsə, bu da buradan 1 mol çıxır. 3 mol girsə, 3 mol çıxır. İzomerləşmə budur. Neçə mol girirsə o qədər də çıxır. Dəyişikliyi olmur. İndi burada sərf olunan maddə 8-dən 4-ə düşür. Nə qədər xərcləyib? 4. Bu da 0-dan 4-ə qalxıb. Bu nə qədər qazanır? 4. O zaman girən də 4, çıxan da 4. O zaman bu izomerləşmə reaksiyası ola bilər. Bu izomerləşmə reaksiyası ola bilər. Gəlin bura. Bu 8-dən düşüb 6-ya. Nə qədər xərcləyib? 2. Bu 0-dan qalxıb 4-ə. Bu izomerləşmə ola bilməz. İzomerləşmədə nə qədər girir, o qədər də çıxır. Elə bir sən gelib 100 manat verirsən banka, sən məhsulunu xırdala. Sən 100 manat verəndə orada nə qədər alırsan? Yenə 100 manat alırsan. İndi bütün vermişini 2 dənə 50 qaytarır. Veya 5 dənə 20 qaytarır. Yəni sənin pulunun miqdarı dəyişmir. Amma bu 2 manat xərcləyib 4 manat qazanır. Bu izomerləşmə deyil. 8-dən 2-yə düşüb. 6 xərcləyib 0-dan 6. O zaman bu da izomerləşmədir. O məndən soruşur ki, hansı izomerləşməni əks etdirmir? 2. Məntiqi başa düşdünüz ay uşaqlar. Sonra. Neçə? 11 mərc çəkibsən, nə?
Hani yok? Bir de ben susum sen sonra. İşten de öyle. Söyle. Olmaz. Bas. Teşekkürler. Burada adlar var. Bir üstten götür. Ağzımı da bitirdim bayaqdan. Ağzımı da bitirdim. Gel neyse. Ben burada elədim. Devam edin. Buyurun. Neçəyə baxaq? 61. Çay verdi, onu da burnunuzdan deyək. Neyse. Uşaqlar, bir de sizə təzyiq təsir eləmir deyə, bəlkə maddələr təzyiq məsələsində bəlkə maddə nəzərə almarıq. Bəlkə maddə nəzərə almayacaq bunu. Burada neçə həcm qaz var? 1. Bir həcm var. Burada neçə həcm qaz var? 2 həcm qaz var. Təzyiq artır. Təzyiq artanda tarazlıq yer dəyişər, dəyişməz. Az olan Çünki tərəfə gedir. az olan tərəfə gedər. Deməli, dəyişmir deyir, yalan deyir. Deməli, bu ifadə yalandır. Deyir, temperatur artanda. Biz ki, temperatur artanda mənfi küyə tərəf gedir. Temperatur azalanda müsbət küyə tərəf gedir. Temperatur artanda mənfi küyə tərəf gedir. Yəni, düzünə gedəcək. Necə gedəcək? Düzünə. Düzdür də, mənfi kü düzdür də. O zaman bu doğru fikirdir. Təzyiq azalanda. Təzyiq azalanda V-nin nə olduğu tərəfə Çox gedir? olduğu tərəf. V-nin çox olduğu tərəf. Bizdə V harada çoxdur? Məhsulda. Yəni, düzünə gedəcək. Yəni, ara sağa. Bu yanlışdır. Temperatur azalır. Temperatur azalanda müsbət küyə getməlidir, yəni əksinə. Çünki bura mənfi küdsə, əksinə olur. Müsbət kü. O zaman sola. Sola düz deyir. Düzlərim istəyir, yanlışları mı? Düzünə. 2, 4. Aydındır. Sonra 67. 67'ye kadar var mı? Hansı reaksiyada hidrogenin qatlığının artırılması tarazlı başlanğıc maddənin alınmasına yönəldir. Birinci, bunları yazmalısan. Ha, onu yaza bilmədiyin üçün problem yaşamısan. Birinci, amonyakın parçalanması NH3 alınır nə? 3'ten. N2 plus 3H2. İkincidə metanın metandan asetlerin ayrılması. CH4 parçalanır. C2H2 plus H2. Üçüncüdə dəmir qazında metanın alınması. CO plus H2 alınır CH4. Anladın? Dördüncüdə nədir? Guruldayıcı qazın partlayışı. Guruldayıcı qazındır. 2H2 plus O2. Bu guruldayıcı qazın partlayıcı su verir. Heç bura dönəndir. Bunlar dönən olmasa zaten proses çekilir. Beşincidə etanın dehidrogenləşməsi C2H6 dehidrogenləşir bizə verir. Deyək ki C2H4 və H2. Bizə deyir ki, hara yönəlsin? Deyir hidrogeni artıraq. Başlanğıca yönəlsin. Biz bilirik ki, əgər bir maddənin qatlığı artıbsa onun tərs olan tərəfinə gedir reaksiya həmişə. Yəni nə gedir? Çünki onu azaltmaq istəyir. Deməli, burada hidrogen məhsuldadır, sola gedər. Burada məhsuldadır, sola gedər. Burada başlanğıcdadır, sağa gedər. Başlanğıcdadır, sağa gedər. Məhsuldadır, sola gedər. Biz də istəyirik sola getsin, yoxsa yəni başlanğıcda getsin, yoxsa məhsula? Başlanğıcda istəyirsə 1-də, 2-də, bir də 5-də başlanğıcda gedər. Çünki hidrogen məhsuldadır, onun qatlığı artanda başlanğıca gedər. Başa düşdü? Dəqiq? Güzel. Biz Qarabağ deyil, Qarabağda xəbsində. Dönən reaksiyadır. Hidrogen qatlığını artırmışam. Hidrogen qatlığı artanda ona tərs tərəfinə gedir. Burada hidrogen məhsulda olduğu üçün əvvələ gedər, məhsulda da əvvələ gedər, başlanğıcdadır, məhsula tərəf gedər, reaksiya istiqaməti dəyişər, tarazlıq gedər. Bu tərəfə budur. Sonra neçəyə baxaq? Bu nə istəyir ki bizdən? O da şübhəsi Sola istəyir. Kimi çıxarırsansa ona tərəf gəlir, kimi artırırsansa ona əksinə gedir. İndi burada hazır reaksiyadır, hər şeyini verib bizə. Bir dənə sonda temperatura baxarıq da. Kimi artırsan onun əksinə gedər, kimi azalsa ona tərəf gələr. Bir azot monoksid, yəni söhbət bundan gedir. Bunu çıxartdıqda, yəni azaltdıqda. Azlar da gedər. Sağa. Azot monoksid qaba töksəm hara gedər? Sola. Su əlavə etdikdə, su harada da sola. Su töksən bura, sola. Suyu çıxartsan, sağa. Temperaturu artıranda mənfi küyə, bura müsbət küyə.
Bura mənfi 2'dür. O zaman sola. Temperatur azaldığımızda sağ. Sağ mı istəyir, solu mu istəyir? Sol istəyirsə 2, 3, 5, sağ istəsəydi 1, 4, 6. Su ayıldığından sən. Yox, onun təzyiq olanda baxırıq da, təzyiq. Təzyiq məsələsi deyirəm, bu qatılıqdır. Qatılıq nədir? Maddə miqdarı, say. Anladın mı? Qatılığı artırmaq yəni sayını artırırsan da onu demək ki, daha çox hidro su olub. Daha çox su olanı onu azaltmaq istəyəcək də. O ancaq təzyiqdə edəcək bəlkə bir şey qaza baxırdı. Sonra 75'e kadar var. Bu tamamında nəsə deyir, yoxsa elə 3 bənddir, bir dənə baxın ona. Yox, 6 dənə. 6 dənədir. O zaman 76 da bundan da onu yazar da, bunu görmür ya. Eynisidir 76'da, bunu yazar da. Yox, 76 bundan dör. 76 bundan dör, buna baxın. Onda qatlıqdır. Bu da başqa şeydir, bu da başqa şeydir. Mən burada nə görürəm? Mən burada gördüyümü sənə deyim. Sən də mənə sonra reaksiya. Mən burada tarazlıqda olan sistemdə NO-nun sonra yavaş-yavaş artdığını görürəm. Belə kəskin artmayıb, yəni qaba NO tökülməyib. Çünki qaba NO tökülsəydi bunun miqdarı belə artardı, düzünə. Dərhal artardı. Bu dərhal artmayıb, bu yavaş-yavaş artır. Düzdür? Deməli qaba NO tökülməyib. Amma NO əmələ gəlməyə başlayıb. NO əmələ gəlməsi bu reaksiyada görürəm. Reaksiya budur. 2 NO üstə gəl, o 2 dönən reaksiya alır 2 NO. Nə olmalıdır ki NO artsın? Məhsul artır. Məhsul artmasa da şimdi olmasın. Reaksiyalara yönəlməlidir sola. Reaksiya çünki sola yönəlməlidir ki NO neynəsin? Artsın. Çünki reaksiya sola yönələndə NO2 parçalanıb oksigen və NO verir. Mən də qrafikdən NO-nun yavaş-yavaş artdığını görürəm. Deməli reaksiyalar yönəlir sola. Uşaqlar bu bilirsiniz də bu reaksiya birləşmə reaksiyasıdır plus Q. Nədir? Plus. O zaman bu tərəf nədir? Plus Q. Tələsmə, hanım buna gəlməmişik də, xahiş edirəm. Bəzi şeylər edin, sonra bəndən oxuyalım, yaxşı? Sonra, burada neçə həzm qaz var? 3 həzm qaz var. Burada neçə həzm qaz var? 2 həzm. İndi gəl temperatur və təzyiqi dəyərləndirək. Uşaqlar, biz temperaturu artırsaydıq, mənfi 2-yə tərəf gedər, yəni sola gedər. Necə ki, burada sola gedir. Təzyiqi bəs neyinilməz? Həzmin çox olduğu tərəfə gedibsə əgər, təzyiqi azaltmışam ki, V-nin nə olduğu tərəfə getsin, çox. Çünki mən baxıram, bu tərəfdə mənfi 2-dür, deməli temperatur artıb. Bu tərəfdə həzm çoxdur, deməli təzyiq azalır. İndi bəndlər oxuyaq. Təzyiqin azalması. 1. Bəli, olar. Təzyiqin artması yalandır. Temperaturun azalması. Səhvdir. 4-cü bəndə oxuyun. Temperaturun artması. Olar temperatur artır. 5-ci bəndə oxu. 12'nin qatlılığının azalması. O2 azalıb. Olar. Çünki sən bu qabda O2-ni azaltsan, NO-ya da dəxli yoxdur. O2-ni azaltsan, demək ki, O2 kəskin azalıb. O2 kəskin azalıbsa, reaksiya istəyəcək onu artırsın. Artırmaq üçün hara yönələcək? Sol tərəfə yönəldə O2 də artır, NO da artır da. Elə O2 də başlayır artmağa, NO da başlayır artmağa. O zaman bu olar. 5-ci idi də. Bəli, 5-ci idi. 6-cıda nədir? NO2-nin qatlılığının azalması. Yox, NO2 azalsaydı, NO2-yə tərəf gələrdi. Mən bu yanlışdır. Bizdən yanlışları mı istəyir, doğruları mı istəyir? Bizdə də olur. Hə, bu hadisə nə zaman baş verir? Hə. 1, 4, 5. 4-də deyəsən, temperaturu artırmışdır, 5-də isə oksigeni azaltmışdır. Sən oksigeni azaltdığında sistem oksigeni artırmaq üçün başlanğıca tərəf yönəlməlidir. Başlanğıca yönələndə avtomatik NO burada uduşlu çıxır da, qazanır. Oksigen azalmışdır, artmağa başlayır, amma NO burada keyfsiz azdır. Sonra, maraqlı sualdır ya bu. Eşidirsiniz? Maraqlı sual. Sonra, təhlil istəyirlər bizdən təhlil. Neçə sual bilsəm? 82. Təklər. 79. Deməli, bizə verib azot və hidrogen reaksiyaya girir. Reaksiyada azot və hidrogenin başlanğıc qatılıqları belədir. Tarazlıqlarda azotluğun qatılığı 3 dəfə azalıbsa, hidrogenin qatılığı 5 dəfə azalıb. Deməli, biz bu tarazlıq falan məsələsi, başlanğıc qatılıq falan olanda biz necə edirdik? Reaksiyanı yazırdıq, elə, sonra özümüz üçün qeyd edirdik. Nəyə qeyd edirdik? Yazırdıq S başlanğıc, S sərf əmələ gəlməz, S tarazlıq. Elədir? İndi sən bunların başlanğıcı nə deyibsə, dənəm mənə bir dənə qeyd edir bilən bir var. S başlanğıc. Hə, başlanğıcı, azotun başlanğıcı neçə vermişdi? 6. 6 yaşım. Azotun başlanğıcının 6 verildi, hidrogenin başlanğıcı neçə verib? 14. Bu da məhsulun başlanğıcı yoxdur. İndi azotun başlanğıcı neçə dəfə azalıbdır tarazlıq anında? 3 dəfə. İndi bu 6 3 dəfə azalsa neçəyə düşər? 2. Deməli 4
Eğer bu tarazlığı 2 o zaman ne kadar sərf olunur? 4 sərf olunur. Deməli mən artıq azotun nəyin bilirəm? Nə qədər sərf olunduğunu bilirəm. Normalda reaksiyada azot 1 sərf olunanda. Bu neçə sərf olunur? 3. Bu neçə əmələ gəlir? 2. Mənim nə qədər azotum sərf olunur? 4. Əgər bu 4 sərf olunubsa, bu neçə sərf olunur? 12. 4 dəfə çoxdur. Bu 12 sərf olunar. 8. Bu neçə Səkkiz alınır? sərf. Deməli bu 12 sərf olsa neçəyə düşər? 2-yə. Bu 8 əmələ gələr, elə tarazlığı da 8. Şimdi sual nədir? Sual budur ki, hidrojen neçə dəfə azalır? Hidrojen neçə idi? 14. Neçəyə düşür? 7 dəfə. 2-yə. 14 bölü 2, 7 dəfə azalır. Bu qədər. Aydındır? Bir də deyim mi? Sonra neçəyə baxalım? Var 80 neçə dedik? 83-ə qədər dedik. Var 82-yə qədər. Var ora qədər. Yoxdur. Deməli, təsir edən amillərlə bağlı sualımız qalmadı.